Qonağımız Firdevsi Kərimovdur. Sabahınız xeyir olsun. Sabahınız Xoş gəlmisiniz. Sabahınız xeyir. Sizi mən təqdim eləmək istəyirəm, amma bilmirəm konkret necə təqdim eləyim ki. Baxın, arada sosial şəbəkələrdə qabağımıza video çıxır. Məsələn, qarlı havada bir nəfər qaçır dənizə daxil olur. Cəmaət də başlayır ki, bu adam necə soyuqda, qarda, şaxtada dənizə girir. Müxtəlif rəylər var. Tərəfinizi tutanlar var, tənqid eləyənlər var. Fərqli, mən bilirəm ki, siz buna fikir vermirsiniz. Fikir versəniz bu qədər pozitiv olmazdınız. Bizə belə baxıram, el arasında bir söz var, deyir, top kimiyəm. Top kimisiniz? Yaxşı mənada. Mən amma elə deyiləm. Yanımdan bir dənə külək eləyən kimi səhərsi qızdırma qalxır, olur 38. Niyə? Deməli, məsələ orasındadır ki, siz tamamilə düzgün vurğuladınız ki, biz öz bədənimizi çalışırıq ki, hazır eləyək. Müxtəlif hava şəraitlərə. Yəqin ki, siz bilirsiniz ki, mən marafonçuyam. Düzdürmü? Bizdə belə bir mövzu var ki, biz yarışa gedəndə, xarici ölkədə Azərbaycanımızı təmsil eləyəndə, marafon qaçışı üzrə, siz bilmirsiniz hava necə olacaq orada. Hava orada müxtəlif ola bilər. Elə marafonlar olub ki, çox isti olub. Elə marafonlar olub ki, dəhşət soyuq olub. Elə marafon olub ki, həm soyuq olub, həm yağış yağıb, həm də dəhşət küləkli olub. Orada siz qaçmalısınız. Bu yarışdır. 42 kilometr məsafəni qət eləməsiniz. Ona görə biz özümüzü müxtəlif hava şəraitinə hazırlayırıq. Razıyam sizlə. Mən də hamıya tövsiyə edirəm ki, əlbəttə ki, siz durduğunuz yerdə soyuq dənizə girə bilməzsiniz. Onun üçün xüsusi hazırlıq var. Onun üçün bədən xüsusi fizioloji hazır olmalıdır. Onu biz hamısını tövsiyə edirik. Biz bunu keçirik hamısını dostlarımızla. Sonra da əlbəttə ki, bilirsiniz, Azərbaycanımızın dəhşət çox gözəl bölgələri var. Və Bakımızın da gözəl bölgəsi olan Bilgətdə var. Bilgətdə biz hər zaman səhər-səhər, xüsusən 6-cı günlər qış ərzində, mövsümündə və indi sezon başlayandan sonra, qaçış sezonu və velosiped sezonu başlayan sonra ümumiyyətcə yayda demək olar ki, hər gün biz səhərimizi Bilgətdə açırıq. Düşünün ki, biz orada idmanımızı eləyirik, təmiz hava, gözəl aura, atmosfer, o torpaq, dəniz, o rənglər, möhtəşəm. Bu yaxınlarda lalələr çıxmışdı orada. Mən getdim orada çəkiliş də elədim, bəli, ki, lalələr üçün Şamaxıya, Qusara, Qubaya getmək lazımdır, elə burada da lalələr var. Və biz məşqimizi eləyirik, ya velosiped, ya da qaçış məşqimizi eləyirik. Ondan sonra isə əlbəttə ki, dənizə giririk, orada belə deyək də biz təravətlənirik. Mən sizdən bir şey soruşum da, bu işin içindəsiz deyə düşünürəm ki, bilərsiniz. Bəzən məşhur və ya məşhur olmayan peşəkar futbolçuların biz o idman həyat tərzlərini görürük. Buz dolu vannalara daxil olurlar. Bir neçə dəqiqə qalırlar orada və oradan o nəyə xeyirdir və necə faydalıdır insana və insan orqanizmini məhz həmin prosesə hazırlamaq üçün hansı mərhələlərdən keçməlidir? Tam razıyam sizinlə. Ümumiyyətcə o dəhşətli bədənimizə xeyirli bir şeydir. Bilirsiniz, mən araşdırmaçıyam. Yəni mən bir müəllim olaraq zaten ömür billah araşdırıram və mən heç vaxt bu soyuq dənizə araşdırmamış bunu addım atmazdım. Böyük araşdırma durur bunun arxasında. Çünki insanın bədəni individualdır, bu bir. İkincisi də ki, sən bilməlisən ki, sən bunu niyə eləyirsən? Bax, siz tamamilə düzgün vurguladınız. O idmançılar idmandan sonra həmin o buzlu vanna adlanır. O belə deyək də bir çələkdir. Çələyin içinə girirlər. Həmin o buzlu çələyin içinə girirlər. Onda onlar, bilirsiniz deyirlər, bədənin o yatmış hüceyrələrini, o yatmış hissələrini oyadırlar. Bax, biz o dənizə girərkən, dənizdən çıxarkən bizim bədənimiz olur qırmızı. Nəyə görə? Çünki orada bədən artıq bədən xodlanır. Loreldə desək, bədən işə düşür. Və siz bütün gün ərzində özünüzü çox gümrah hiss edirsiniz. Yox, indi mən sualımın digər hissəsindən də cavab istəyəcəm. İnsan orqanizmini o prosesə necə hazırlamalıdır? Mütləq. Birdən-birə gəlib o buz vannasına girsək, çox gözəl sual verdiniz. Orada da qalarıq. Ay sağ ol, mən elə həmişə bunu tövsiyə edirəm. Əlbəttə ki, birinci biz evdə, ev şəraitində yavaş-yavaş o duş aldığımız suyun dərəcəsini aşağı salırıq. Müəyyən dövr. 30 saniyəlik, yavaş-yavaş aşağı salırıq. Misal üçün, mən çimirəmsə 40 dərəcə suyun altında və ya 35 dərəcədir, onu salıram aşağı, eləyirəm 21. 30 saniyə. Okey, dözdüm, əla. Sonra onu salıram aşağı, eləyirəm 17.
Yəni da adi soyuq suyu çoxaldıram, elə bilin ki. Və bir müddət sonra artıq belə adaptativ hərəkətdən sonra siz artıq 1 dəqiqə, 2 dəqiqə, 3 dəqiqə lap soyuq suda çimə bilirsiniz. Və siz hiss edirsiniz ki, bu nə gözəl şeymiş. Və ondan sonra da artıq növbəti addım artıq o dənizə getmək olar. Soyuqlamır adam, xəstələnmir. Heç soyuqlamır. Mən bu qədər dənizdə, yəni qışda biz dənizdə gedirik, dənizdə çimirik, biz orada kifayət vaxt keçiririk. Axırıncı nə vaxt xəstələnmisiniz? Yəni adi bu qrip falan. Bilirsiniz, bu xəstəlik hamı normal bir şeydir, amma məndə olmur da. Məndə evdəkilər deyirlər ki, ailə üzvlərim, ay balam bu qışda getmə dənizə xəstələrsə, üzümü çöndərib deyirək, ablam bu dəqiqə xəstələ, siz bu dəqiqə, həqiqətən gah burunlar axır, gah boğazlar ağrıyır. Özləri mənə deyirlər, amma özləri bu dəqiqə xəstədirlər. Deyirəm, görürsünüz, mən xəstə deyiləm. Özümü vururam oda, közə, yəni çünki mən o bədənimdə olan o hüceyrələri oyadıram. O immun sistemini bərkidirəm, möhkəmləndirəm. Mən elə düşünürəm. Bu arada Firdovsi bəy Marafon klubunun təsisçisidir də. Belə adlandıra bilərik də. Marafon klubunu siz yaratmısınız. Bildiyimiz o ildə bir dəfə keçirilən may ayında xüsusən də. Xeyr, o ildə keçirilən bir dəfə Bakı Marafon tədbiri. Bəs mən o deyirəm də, növbəti tədbir də gözlənilir də. İnşallah mayın 4-ü. Bəli, insanlarımız iştirak edəcəklər. Mən ora gəlirdim və paralel olaraq belə bir klubun da olması Marafon adında çox yaxşı bir şeydir. Məsələ ondan ibarətdir ki, bu klubun yaranması ideyası hardan gəldi və bu klubun yaranması hansı faydaları verir bizim cəmiyyətə, bizim insanlara və sizin özünüzə? Mən sizə deyim. Gözəl suala görə çox sağ ol Rəhman bəy. Deməli, marafon hərəkatı, marafon ideyası hardan yarandı? Bilirsiniz, mən özüm ingilis dili müəllimiyəm və bir işimlə də bağlı kifayət qədər çox xaricdən əlaqəmiz var. Yəni Amerika Birləşmiş Ştatları ilə, İngiltərə ilə, düzdürmü? Və Avropa ilə. Və əlbəttə ki, o vaxtlar mən xaricə gedəndə gördüm ki, insanlar səhərlər parkda qaçırlar. Onda mənim heç qaçışa aiddiyyatım yox idi. Mən ancaq ingilis dili müəllimi idim, bəli. Və sonra biz bunu dəfələrlə gördüm. Sonra gələndə ailə üzvümün xəstəliyi ilə bağlı məcburi biz bulvara getməli idik. Hər səhər gəzməli idik. Hava almalı. Bəli. Həkim yazmışdı ki, gəzmək lazımdır. Mən də gedib gəzirdim bulvarda. Nə gözəl bulvarımız var. Mən onda bulvarı özümə aşkar elədim ki, nə gözəl bulvarımız var. Yəni biz gedirik, xaricdə gördüyümüz şərait Bakıda var. Amma Bakıda o qaçanlar yox idi. Və mən gəldim bir dəfə öz tələbələrimlə, məndə bilirsiniz dərslər necə keçir? İnteraktiv keçir. Biz axı tələbələri xaricə hazırlayırıq və ona görə biz debatlar olur, müxtəlif növ belə mübahisələr olur dərs ərzində. Və gəldim dedim öz tələbələrimə ki, bəs uşaqlar, sizcə mən marafon qaça bilərəm? Tələbələrim güldü. Hətta indi hazırda o tələbələrimdən biri də bu dəqiqə Kanadada yaşayır, marafonçudur. Tələbələrim deyir, ay Fred müəllim, siz axı qaçışa yaralı deyilsiniz ümumiyyətcə. Heç bir idman keçmişiniz yoxdur sizin. Axı siz necə indi bu yaşdan sonra siz marafonu istəyirsiniz qət eləmək, o 42 kilometr. Mən dedim, yaxşı. Müntəzəmlik, intizam, öz nailiyyətinə, öz belə qarşına qoyduğun məqsədə çatmaq, mən bunların vasitəsilə mən nail olacağım. Və başladım yavaş-yavaş sürətli yeri yürüşə. Hələ heç qaçmağa da yox. Və sonra bilirsiniz mənə nə təsir elədi? Mənə təsir eləyən fakt o idi ki, o vaxtlar mən danışıram sizə 2014-cü ildən. O vaxtları velosiped idman növü ilə və qaçışla ancaq Bakıda yaşayan xaricilər məşğul idi. Və bu bizə təsir edirdi. Mən velosiped sürdüm. Mən düşünürdüm, niyə biz çoxalmayaq? Niyə biz bunu Azərbaycanda populyarlaşdırmayaq? Velosipedi, qaçışı, üzgüçülüyü. Biz Xəzər dənizin belə deyək də ətrafında yaşayırıq da. Sahilində yaşayırıq, bəli. Biz niyə bizdən bir uzun məsafəyə üzən çıxmasın? Niyə görə bizdən velosipedçi gül kimi yollarımız var? Düz trasslarımız var velosiped sürmək üçün. Niyə biz bunu inkişaf etdirməyək? Bax, buradan yarandı. Və biz onda başladıq bu işi. Biz deyəndə ki, mən və mənim dostlarım biz başladıq bu işi, Bakı Marafon Klub yaratdıq.
Ki gəl bunu klub şəklində eləyək ki, Facebookda heç onda Instagram yox idi. Hə, Facebookda biz bunu başladıq yaymağa. Qaçışlarımızdan videolar, şəkillər ki, dostlar siz də qoşulun və belə başladıq çoxalmağa. Və indi bu dəqiqə mən belə bir sizə fakt deyim, statistika deyim. Deməli mən birinci marafonu qaçmışam 2015-ci ildə. Bakıda yoxsa? Xeyr, Madriddə. Madriddə. Bəli, Bakıda ümumiyyətcə marafon məsafəsi yoxdur hələlik bizim təşkil etdiyimiz və ilk dəfə qaçmışam bunu Madrid şəhərində 2015-ci ildə Azərbaycan üzrə cəmi 8-9 nəfər marafonçu var idi. Marafonçu Rəhman bəy bir tituldur. Çox belə hörmət edilən bir tituldur. Marafonçu o kəsdir ki, həmin 42 kilometri qaçıb, rəsmi olaraq qaçıb və sizə medal verirlər, sizi titul artıq verirlər, marafonçu titulu. Təsəvvür edin ki, mən 8-9 nəfər insan var idi cəmiz qaçan, marafon qaçan və mən düşündüm ki, axı mən bunu bu boyda belə deyək də, mənim çəkim də kifayət qədər çoxdur, idman keçmişim yoxdur, hansısa professional idmanla məşğul olmamışam. Niyə mənim kimi, mən özümü başladım insana nümunə göstərməyə. Baxın, mən bunu elədim, gəlin birlikdə eləyək. Və belə, yavaş-yavaş birlikdə başladıq getməyə marafonlara dostlarımızla və o dostlarımız sayı çoxaldı. Və mən gördüm ki, marafonçular arasında əməlli başlı networking yarandı. Əməlli başlı o yaxın dostluqlar, çünki dostluqlar tanınır, yolda tanınır dostluqlar. Və biz o yolda o qədər çıxmışıq yollara ki, o qədər bir yerdə bir çörəyi yarı bölüb yemişik ki o yollarda. Biz artıq dost oluruq, möhkəm dost oluruq. Marafonda indiyəcən əldə etdiyiniz ən böyük nəticə hansıdır? Mən sizə deyim. Yer olaraq. Mən sizə deyim. Deməli, birinci qaydaq Azərbaycan müstəvisində. Yəni mən məndən çox marafon qaçan yoxdur bu dəqiqə. Rəsmi olaraq 76 beynəlxalq marafon qaçmışam, finiş eləmişəm. Bu rəqəmi hələ inanmıram yaxın zamanda kimsə üstələsin. Çünki 76 marafon qaçmaq mən ayda bir dənə marafon qaçıram, təsəvvür edin ki. Bu biraz bədənə yüklü bir prosesdir. 76 marafon, yəni mənim məqsədim 100-ə çatmaqdır. Elə bilin ki də 100 marafon qaçacağam və bu ilə də marafon qaçmışımı dayandıracağam. Bir. İkincisi, Azərbaycanda ilk 100 kilometrlik məsafəni mən qaçmışam və sübut eləmişəm ki, bunu mümkün eləmək. İsveçrənin Alp dağlarında bu yarışı eləmişəm mən. Ultra marafon deyirlər buna artıq. Ultra trail marafon deyirlər buna. Yəni bunlar marafondan üstün. Təsəvvür edin ki, 100 kilometr məsafə qaçmaq bu nə deməkdir? Yəni bunu biz mümkün elədik bunda. O ki, gəldi indi dünya miqyasında deməli marafonlar var ki, onlar əlbəttə ki, mən dünya peşəkar marafonçularla heç cür yarışa bilmərəm. Onların sürətləri tam başqadır, onların qidaları belə başqadır, onlar başqa həyat yaşayırlar ümumiyyətcə. Həyatlarını buna sərf edirlər. Mənim üçün marafon biraz peşəkar yox, həvəskar bir fəaliyyətdir. Bir neçə gün bundan qabaq ayın tarixini unutmuşam sözün açığı. Qəbələ Xankəndi marafonu keçirir. Bu ultra marafon adlandırıldı. Bu çox günlük ultra marafondur. Bu nə anlama gəlir? Ultra marafon hansı marafondur? Ultra marafon məsafəsi sayılır marafon məsafəsindən yuxarı məsafə. 42-dən çox. 42-dən çox, bəli. Bu artıq ultra marafondur. Amma siz bəhs elədiyiniz Qəbələ Xankəndi o çox günlük ultra marafondur. Çünki 4 gün ərzində davam eləyib bu marafon. Çox günlük ultra marafon və belə deyək də mən şəxsən Bakıdan Qusara qaçmışam bir dostumla bərabər. O da 2 gün çəkdi bizdə. 2 gün təsəvvür Bakıdan biz qaçdıq. Axşam oteldə qaldıq. Növbəti günü, bütün günü yenə qaçdıq. Yenə oteldə qaldıq. 3-cü günün yarısı qədər. Yəni 180 kilometr məsafə Bakıdan Qusara, yəni biz qaçmışıq dostumla bərabər. Buradan Bakıdan çıxıb Bakı-Sumqayıt yolu, o istiqamət. Tamamilə doğrudur. Bəli. Neçənci ildə olub bu? Bu biz bunu elədik bir dostumla bərabər. Xərçəng xəstəlik əleyhinə elədik biz bunu. Diqqət çəkmək üçün. Bəli, tamamilə doğrudur. Bilirsiniz, marafon qaçanda da belə
hansısa beynində fikir tutursan. Məqsəd olmalı. Məqsəd olmalıdır və kimə görəsə qaçırsan, kimlərə görəsə qaçırsan. Bilirsiniz və biz onda ailəmdə bir xərçəng xəstəliyi var, xəstəliyinə düçar olan bir insan var idi və düşündüm ki, bu günə qədər sağ olsa mən bu məsələni qət eləyəcəm. Ən maraqlı marafon harda olub? Gəlin bu məsələyə də toxunaq. Çox sağ olun suala görə. Ən maraqlı marafon bilirsiniz, hərdən bir biz gözəl yerdə qaçmaq istəyirik də. Tamamilə belə heç kimin qaçmadığı yerdə. Ağac sağ ol. Ən maraqlı marafon soruşursa Bermuda şəhərində qaçmışam marafon. Təsəvvür Bermuda üçbucağı yoxdurmu? Aha. Biz dostumla bərabər biz mərc elədik birinci ki arıqlamaq mərci idi. Kim birinci 8 kilometr arıqladısa o birisi 8 kilo arıqladısa 8 kilo arıqladısa bəli. Aha. O birisi 2 dəfə bilet alır Bermudaya. Gedirik Bermudaya. Bu mərci mən utdum. Mən qalib gəldim bu mərcə və dostum bilet aldı mənimlə bərabər getdik Bermuda. Bermuda təsəvvür edin ki, bəh. Nə gözəl marafon keçdi orada. İndiyənə qədər orada qaçışım mənim yadımdadır. Təsəvvür edin ki, yaşıllıq belə maraqlı yaşıl rəngli orada. Bir də okean. Ecazkar rəng, yəni suyun rəngi. Və siz qaçırsınız qayalıqlarla. O ən maraqlı marafonum mənim orada olub Rəvan bəy. Sırf o reliefə görə bu nəzərdə tutursunuz. Reliefə görə, gözəlliyə görə, yaşıllığa görə. Bilirsiniz, həm də o Bermuda adadır. Bütün adanı qaçdıq da elə bilin ki də. Sonra kimlər var idi? Hansı millətlərdən? Yox, millətlər çoxdur. Bu beynəlxalq marafon olduğu üçün millətlər çox olur və mən elə yeri gəlmişkən keçən həftə, bu həftə qayıtmışam. Bazar günü, ötən bazar daha bir marafon qaçdım. Və o da çox maraqlı marafon idi. Gəlin bu Iron Man məsələsini biraz danışaq. Çünki Iron dedim, cəmaət artıq başladı yazmağa. Bizə mesaj olaraq ki, bəs necə olur? Iron Man kimdir? Iron Man birinci olaraq, yəni Azərbaycanın birinci Iron Man'i Firdevsi Kərimovdur. Şərtlər belə bir standart var dünyada. Bəli. Biz Iron Man deyəndə birinci Marvel dünyası yanımıza düşür əlbəttə ki. Amma idman sayəsində bir Iron Man titulu var. Bu Iron Man nədir? Mən sizə deyim. Deməli bir insan 4 kilometrə yaxın üzür. Təsəvvür edin. 4 kilometr üzür açıq havada. Ya okeanda, ya dənizdə, ya göldə. Oradan çıxır dərhal velosipedə oturur və 180 kilometr velosipedlə sürür. Sadəcə bunu təsəvvür etməyə çalışıram beyninizdə. 180 kilometr buradan Qusara qədər təsəvvür. Velosipedlə sürürsünüz. 4 kilometr üzərindən sonra və bu da azmış kimi velosipedi qoyur yerə 42 kilometr qaçır. Bax bu məsafələri 16 saat çərçivəsində eləyən insana axırda finish zolağında deyirlər You are an Iron Man. Oy da baba bu siz nədir? Və əlbəttə ki mən də bu araşdırmacı olduğum üçün bilirsiniz mən başladım məşğul olmağa bu ilə. 2015-ci il marafon qaçan kimi. Marafon qaçdım mı? Velosiped deyirəm, sürürəm. Üzmək də biraz üzə bilirəm. Elə niyə mən bunu gedim eləməyim? Və Fransanın Vichy şəhərində təsəvvür edin ki, Fransanın Vichy şəhərində Iron Man coğrafiyasında Azərbaycan bayrağı da asıldı. Sizə görə? Mənə görə, mənim finişimə görə və o fransız aparıcı 3 dəfə mən ona dedizdirdim Firdevsi Kərimov from Azərbaycan. Firdevsi Kərimov from Azərbaycan. O finiş eləməmiş. Çünki bu inanılmaz histir. O boyda məsafəni qət eləyəndən sonra siz düşünürsünüz ki mən Iron Man'imdə artıq yəni mənim qarşımda bütün məqsədlərə çata bilərəm həyatda. Çünki mən bunu eləmişəmsə artıq bilirsiniz bu möhtəşəm histir. Azərbaycanda yeri gəlmişkən artıq 30 Iron Man var. Və 30-a yaxın Iron Man var. 2016-cı ildə mən bunu elədim ilk dəfə. Sonra yenə başladım mən bu arada cəmaata söhbət eləməyə, danışmağa. Deyirəm ki, sən velosiped sürürsən də, velosiped sürürsən onsuz da. Bir dənə də qaç, bir dənə də üz gedək Iron Man eləyək.
və beləliklə yavaş-yavaş çoxaldıq. İndi isə Azərbaycanda 30-a yaxın Iron Man. Mənə baxın, bu Buyurun. kim təsdiqləyir ki, sən sənədli olaraq sən Iron Man-sən? 100% təsdiqləyirlər. Kim bunu hara müraciət Iron eləməlidir? Man belə bir loqosu var. Aha. Iron Man belə bir təşkilatdır, dünya təşkilatı. Və o təşkilatın müəyyən yerlərdə yarışları keçir. Iron Man yarışları keçir. Və siz gedirsiniz o yarışda. Sizdə nə qədər diskvalifikasiya var? Çoxdur. Mən Iron Man-i 4 dəfə eləmişəm. Bütün məsafəni. Buyurun sualınız görsəniz. Yox, mənə indi bir dostum yazıb ki, mən də Iron Man Aha. Iron Man olma çox çətin məsələdir. Ola bilməzsə mənə elə gəlir, amma bunun üçün bəlkə bir 5-10 il nədən başlaya bilər? 40 yaşı var. Mən sizə deyim ki, yəni bir çox insanlar, hətta mən sizə başqa bir söz deyim. Mən şok oldum o insana. Mənim dostumdur, Kamran adında dostumdur. Məndən də kiloludur. Və o da Iron Man elədi. Və o Iron Man eləyəndən sonra mən dedim, qardaş, mənim yoxdur da bu. Bu limit yoxdur. Yaşa görə limit yoxdur. Nə yaşa görə, nə kiloya görə, nə bədən quruluşuna görə. Dəhşətdir bu Iron Man söhbəti. Bu 30 nəfər sübut elədi ki, Azərbaycandan ki, biz bunu eləyirik Iron Man-i. Və elə adamlar var ki, mənim kimi. Onu bir dəfə eləmirlər. Onu artıq mən 4 dəfə eləmişəm. Bu sentyabrda yəqin 5-ci dəfə olacaq inşallah. Bu arada Firdovsi bəyin videoları ilə o qışda dənizə girdiyi videolardan söhbət gedir, uzun marafonlardan söhbət gedir, Iron Man macəralarından söhbət gedir. Bunu görmək istəyənlər Fred səhifəsinə daxil ola bilərlər. Bəli. Siz özünüz həm də ingilis dil müəllimsiniz. Təbii. Mən belə baxıram ki, bütün gün qaçırsınız, bütün gün idman edirsiniz. Bu müəllimliyi nə vaxt çatdırırsınız Mən bəs? sizə deyim. Mənim indi tanıyanlar əvvəl ki, məni Fred ümumiyyətcə hamı tanıyır ingilis dil müəllimi kimi. Aha. Mən sadəcə bilirsiniz necədir? İngilis dili sayəsində, tədrisi sayəsində 99-cu ildən işləyirəm və bir çox tələbələr yetişdirmişəm. Bir çox tələbələr xaricdə gedib bakalavr və yaxud magistr pilləsini oxuyublar və bilirsiniz, mənim çox gərgin iş qrafikim var. Çox gərgin. Yəni bu dəqiqə buradan çıxıram və gedirəm işə. Düz axşam saat 6-ya qədər mən işdə olacağam. Və işdə də tələbələr gəlir 1 saat ərzində dərsimi keçirəm, növbəti tələbələr. Yəni mənim tam qrafikli iş rejimim var və mənə deyirlər ki, necə çatdırırsan? Və mən sizə deyim, bugün axşam saat 7-də bir kinonun təqdimatındayam, 8:30-da da qaçışdayam. 9:30-da qaçış bitir, 10-da artıq evdəyəm. Ayın 4-ü marafonda varsınız? Əlbəttə ki. Marafonda çox güman ki, həmçinin də mən belə deyək də bu qaçış aləmini Sizi orada görəcəm. Qəşəng tanıyıram. Sizi orada görəcəm. Əlbəttə ki. Necə qaçırsınız? Bir yerdə qaçarıq inşallah. Bəli. Çünki mən həmişə arxada qaçıram. Həmişə arxada qaçıram ki, insanları motivasiya edeyim. O bilirsiniz, yəqin ki bilirsiniz, insanlar o müəyyən dövrdən sonra biraz yoluyla qaçmağa. Mən olan yerdə siz arxada qaça bilməzsiniz. Çünki aramızda ən zəif demək olar ki, mən qaçacağam həmin günü. Yoxlayarıq bir test edərik. Siz də baxarsınız, bir qiymətləndirərsiniz peşəkar adam kimi ki, məndən qaçan olar, alınar, yoxsa yox. Məncə məndən qaçan olan yox. Mən nə vaxt qaçmağa başlayım sualını vermək lazımdır. Çünki bunun üçün bir limit yoxdur da. Bilirsiniz, bunun üçün bir limit yoxdur. Bizə bir yoldaşımız qoşuldu bizə. Təsəvvür edin ki, 62 yaşında qoşuldu bizə. Adam. Azərbaycanlıdır. Azərbaycanlı dostumuzdur. Bəli. İndi 68 yaşında o gün Qəbələ Xankəndini finiş elədi. Doğru. Keçən illəri Xankəndi Bakı 380 kilometrelik məsafəni finiş elədi dostumuz. Mənimlə bərabər Bakıdan Qusara qaçıb həmin dostumuz 180 kilometr. Yəni 62 yaşında başladı. Bizim bir doktorumuz var. Elə klubumuzun üzvüdür. Doktorun bu dəqiqə 66 yaşı var. 63-62 yaşında o da başlayıb qaçmağa. Və artıq bu yaxınlarda Barcelonada marafonu qaçıb. Artıq 3 dənə elə marafon qaçıb. Əlim üzümdə qaldı. Və doğrudan. Mən sizə deyim, bunun heç bir limiti yoxdur. Mən elə bilirəm, bu marafonda falan olanlar bu xaricdə müəyyən yarışlar keçirilir də. Ancaq idmançılardır. Bəli, onlar olur ancaq irəlidə. Aha. Biz isə həvəskarıq. Bilirsiniz, misal üçün bu yaxında mən marafondaydım. Mart ayında Rom marafondaydım. 50.000 iştirakçı var idi. 50.000-dən hamısı birinci yer tutmur ki. Amma
28 min adam həmin 42 kilometr məsafəni qət eləyir. Bu yaxınlarda keçən bazar Avropa qaçış çempionatında idi marafon üzrə. Belçikanın Brüssel şəhərindən Leuven şəhərinə qədər qaçdıq. 28 min iştirakçı var idi. Və Azərbaycanlı var idi adam. Azərbaycanlı mən idim. Mənə görə bayrağımız asılmışdı orada. Təsəvvür edin ki, bu nə böyük bir hissdir. Bu arada Buyurun. siz stolsu tenislə də məşğulsunuz. O mənim ayrılmaz hissəmdir. Yeri gəlmişkən dünən axşam nəyi var dostlarımızla bərabər oynadıq stolsu tenisi. Bəli. Bu hardan gəlir? Bu belə deyək də bizim evdə bağımızda var idi əvvəlcə stolsu tenisimiz. Sonra çox sağ olsun mənim müəllimim, Qəmbər müəllimin sayəsində mən stolsu tenisi biraz başladım, daha belə peşəkarcasına məşğul olmaya başladım. Və çox bizim maraqlı, həvəskar tenis aləmimiz var. Çox maraqlıdır. Çox dostlar qazandım həmin o aləmdən və sonra başladım fikirləşdik, aha, hara getmiyorlar yarışa? Getdik Avropa oyunlarına. Getdim orada dostumla bərabər cütlü yarışda birinci yer tutdum. Qızıl medal aldıq. Sonra məni dəvət elədilər. Amerika qita oyunlarından dəvət elədilər dostum. Təsəvvür edin ki, mən getdim Azərbaycanlı olaraq Clevelanddə bayrağımızı qaldırdım. Özüm mən ingilis dilini bilirəm axı. Hamıyla söhbətçilik edirəm, ünsiyyət qururam. Azərbaycanımız haqqında məlumat verirəm. Kim ki tanımır, bilmir. Və orada getdim 3 dənə qızıl medal aldım dostum. 3 dənə qızıl medal Azərbaycanlı balası getdi Amerikada, Amerika qita oyunlarında 3 dənə qızıl medal aldım. Yəni bu da tenis üzrə. Və əlbəttə ki, tenis ayrılmaz hissəmdir mənim həyatımın və tenis bilirsiniz bir növ adama adrenalin verir. Mən sizdən bir şey soruşum. Buyurun. Xoşlayıram tenis idman növünü, amma stolsu tenisdən sözün açığı zövq ala bilmirəm. O böyük tenis sanki daha çox zövq verəcək kimi gəlir mənə. Mən də oynayıram böyük tenis, çox sevirəm böyük tenisdə. Bu balaca tenis belə bir söz var idi, çatmır da mənə biraz. Mən sizə deyim də, mən böyük tenisi oynayıram, amma balaca tenisdən gələn olaraq böyük tenisdə kiçik stolsu tenis kimi oynayıram, çalışıram da. Yəni o fitlər var ki, böyük tenisdə onu mən balaca tenisdən. Hətta qarşımda böyük tenis oynayan dostum deyir ki, Alfred bu 100% stolsu tenisdən gəlib bu fint. Mən deyirəm bəli. Yəni böyük tenis də çox maraqlıdır. Mən ümumiyyətcə bilirsiniz özüm müxtəlif idmanlardan, bir dənə futboldan başqa. Bir dənə futbolla məşğul ola bilmərəm, çünki futbol travmatikdir mənim üçün. Niyə? Mənim üçün travmatikdir. Yəni mən qorxuram travma almaqdan. Nəsə olub? Yəni mənim dostlarımın arasında da, yəni gedirlər futbol oynayırlar, gah ayaqları travma alır. Mən də hər gün idmanla məşğul oluram deyənə, mən onun özümə belə də icazə vermərəm ki, mən 2 ay zədələnəsiz. 2 ay zədə içində olurum. Amma marafonda da zədə halları olur da. Qaçışda da olur zədə halları. Razıyam sizlə, razıyam. Amma biz o qaçışı elə qaçırıq ki, o zədə olmasın da elə. Məsələ onda. Elə əsl, belə deyək də, əsl bilikli adamın elə fərqi onda bilinir. Ki, sən o qədər öz bədəni tanıyırsansa, düzdür, mən razıyam sizinlə. Mən axı o həddə çatdırmıram ki, travma alım. Çünki nəyə görə? Baxın, 2-ci günü və 6-cı günü voleybol günlərim bölüşdürmüşəm. 3-cü, 5-ci günləri qaçış günlərim. 4-cü gün stolsu tenis günü, 100% axşam. Bazar günü, 6-cı gün həm qaçış, həm dənizə girmək, həm də voleybol. Siz dostlarınızla oturub bir istirahət eləmirsiniz, deyib gülmək, yeyib içmək falan və s. və Biz ilaxır. elə bax dünənləri stolsu tenisdə o qədər deyib güldük, o qədər istirahət elədik. Bilirsiniz, mən həmişə deyirəm, biz işləyirik bütün gün ərzində. O stresi atmaq lazımdır bədəndən. Hərə bir cür edir. Mən hərə bir cür edir, düz deyirsiniz. Hərə bir cür edir. Amma mənim indi cürəm bu idmandır da. Daha sağlamdır. Mən elə düşünürəm, bəli. Firdovsi bəy, çox şad olduq sizi tanıdığımıza görə. Mən indi internetdən falan izləyirdik sizi, amma üzdə başqa atmosferi yaranır, başqa cür bir aura formalaşır. Çox pozitivsiz. Çox sağ olun. Çox sağ olun. Yaşınız 40-ın üstündə olmasına baxmayaraq, 44 olmasına baxmayaraq çox pozitivsiz və gümrahsız. Gözlərinizdən bunu hiss eləmək mümkündür. Həmişə belə qalın. Çox yaxşı təbliğatdır. Gəncləri
yeniyetmələr hər halda bizə eşidənlərdən söhbət gedir. Bir neçə nəfəri bu prosesə fikir olaraq cəlb eləyə bildiksə, nə gözəl. Çünki sağlam gələcəyin yetişməsi üçün bu idman çox vacib elementlərdən biridir. Minnətdarıq sizə. Tam razıyam. Çox sağ olun dəvətə görə. Mən də sizi də dəvət edirəm elə. Bax sizdən başlayaq. Dəvət edirəm. Çətin olur, utanıram. 4 mayda görüşəcəyik amma. Hə, 4 may günü ordayıq, səhər tezdən orada qaçacağıq marafonda. Küləyə qarşı görək nə baş verəcək. Bu arada siz bizim söhbətin video yazısını izləmək üçün YouTube'da 1-2 saatdan sonra Avto FM'in kanalına daxil olun, abunə olun və videonu izləyin. Eyni zamanda bizi görmək istəmirsinizsə o da problem deyil. Bütün podcast proqramlarında Apple, Deezer, Spotify və adını çəkmədiyim bir çox podcast proqramlarında da hamısında varıq. Mən Firdovsi bəy bir daha təşəkkür edirəm. Sözünüz varsa eşitməyə hazırıq son olaraq. Çox sağ olun, minnətdaram və əlbəttə ki sözüm işdən sonra dostlar, işdən sonra çalışın hansısa bədəninizə, özünüzə xeyirli bir idmanla məşğul olun. Fərqi yoxdur hansı idmanla. Amma idmanla məşğul olun. Çünki bu stresi atmağın ən gözəl yoludur. Və əlbəttə ki, hardasa mütləq mən sizinlə görüşəcəm. Bir dənə futboldan başqa bütün idmanlar məşğul oluram. Harda, ya padeldə, ya tenisdə, ya stol tenisdə, ya voleybolda, ya üzməkdə, ya velosiped sürməkdə, ya qaçmaqda. Hardasa mütləq görüşəcəyik dostlar. Ya da Avto FM'də. Ay sağ ol. Təşəkkürlər. Sağ olun. Firdovsi Kərimovla danışdıq.